Salam olsun İmam Hüseyn əleyhissalamın, Əbəlfəz ağanın həsrətini çəkənlərə. Allahdan arzum odur, istəyim odur ki, Allah hər birinizə Kərbəla ziyarətini nəsib eləsin. Gələsiniz bizlə ziyarət edəsiniz. Gecənin istənilən vaxtı, gündüzün istənilən vaxtı, haçan istəsəz ağanın ziyarətinə daxil ola bilərsiniz, ziyarət edə bilərsiniz. Həqiqətən insanın qəlbi aram olur bu ziyarətlərdə. Bir dəfə gələn yenə gəlmək istəyir. Yenə gələn yenə gəlmək istəyir. Ta bu dəfələrlə. Bu eşq o qədər üzə çıxır ki, məhəbbət o qədər üzə çıxır ki, adam elə hey deyir bu ziyarətlərə gəlsin. Ona görə sual verməyin ki, niyə gedirsiniz təzədən o ziyarətlərə? İnsan darıxır bu ziyarətlərə gəlməyəndə. İnsan həsrət çəkir. Əbəlfəz ağanın, İmam Hüseynin ziyarətinə gəlməyəndə qəlbi darıxır. Sanki nəsə çatışmır onun həyatında. Həqiqətən elədir. Ona görə sual verməyin ki, bir dəfə getmirsən də niyə getmək istəyirsən? Bir dəfə sən özün gəl, bu eşqi yaşa, bu eşqi gör, sonra sual verərsən ki, niyə gedirsən dəfələrlə? Belə. Allah qəbul eləsin, Allah sizlərə nəsib eləsin inşallah. Bismillah.